Hörmətli izləyicilər, hər birinizi salamlayıram. Tərbiyəçi müəllimlərə metodiki dəstək məqsədi ilə təşkil olunmuş növbəti vebinarımız oyunlar və onların təlimdə tətbiqi xüsusiyyətləri haqqındadır. Mən Pəri Osmanova, Zaqatala rayonu Ələbat qəsəbi 3 saylı Körpələr və Uşaq Bağçasının tərbiyəçi müəllimiyəm. Bugünkü vebinarımızda moderatorumuz Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər Təhsilin Təşkili şöbəsinin müdürü, hörmətli İlahi xanım Rəsulovadır. Xoş gördük İlahi xanım. Xoş gördük. Qeyd etdiyim kimi, bugünkü webinarımız oyunlar haqqında olacaq və İlahi xanım, sizin fikirlərinizi öyrənmək istərdim. Təşəkkür edirəm Pəri müəllimə. Əslində bu mövzu doğrudan da məktəbəqədər təhsil sahəsində ümumiyyətlə bu yaşlı uşaqlar üçün ən vacib və ən önəmli bir məsələdir və biz böyüklər üçün də bu aktual bir mövzudur. Ümumiyyətlə oyunlar deyəndə daha çox belə deyək də biz böyüklər olaraq onun çox konsepsiyasına və fəlsəfəsinə çox da diqqət yetirmirik. Amma əslində oyun özü bir çox pedaqoq və psixoloqların dediyi kimi uşaqlar üçün bir ciddi işdir. Bu oyun içərisində uşaqlarda müxtəlif bacarıqlar, kommunikasiya, komandada oyun, problem həlli, əməkdaşlıq, ünsiyyət kimi bacarıqlar formalaşır və bu bacarıqları nəzərə alaraqdan demək olar ki, oyunlar deməli uşaqların inkişaf sahəsi, yəni idrak, kiçik və böyük motor bacarıqları, sosial-emosional inkişaf, nitq inkişafına böyük təsir eləyir. Və biz əgər bu inkişaf sahələrindən danışdıqsa, mən istərdim ki, bir neçə pedaqoq və psixoloqların məhz oyun və onun uşaqların inkişaf sahələri olan əlaqəsindən biraz danışım, sonra müzakirəmizi davam eləyək. Məsələn, Jean Piaget-ni götürsək, Jean Piaget bayaq da dediyim kimi oyunu uşaqlar üçün bir iş hesab edirdi və o oyunu daha çox idrak inkişafı ilə əlaqələndirirdi. Ona görə məsələn tutaq ki, uşaqlar hansısa bir puzzle-la, hansısa bir legolarla oynayırlarsa, orada səbəb nəticə, problem həlli və digər idrak deməli məsələləri, təxəyyül, digər idrak məsələləri burada öz əksini tapır və inkişaf eləyir. Vygotskyini götürsək, Vygotsky oyuna deməli daha çox sosial bacarıqların inkişafı kimi baxırdı və göstərirdi ki, oyun vaxtı uşaqlar daha çox öz yaşlarından biraz yuxarı və digər müxtəlif rollara girməyə bacarırlar və bu zaman onlarda həmin bu oyunlar vaxtı sosial bacarıqlar, yəni əməkdaşlıq, empati hissləri, bir-birinlə ünsiyyət, nitq bacarıqları inkişaf edir. Və digər bir psixoloqu biz götürsək Erikson oyunu daha çox ciddi öyrənmə kimi izah eləyirdi və göstərirdi ki, bu oyun vaxtı uşaqlarda emosiyaların inkişafı olur. Yəni uşaqlar oyun vaxtı səhv, düz, edə-edə, hansısa bir uğursuzluq, uğurlu bir nəticələr əldə edərəkdən sevinirlər, qorxurlar, həyəcanlanırlar. Yəni orada onların bir emosiyaları üzə çıxır. Və bir də pedaqoq olaraq Maria Montessori'dən bir misal çəkmək istəyərdim ki, o isə oyuna deməli, daha çox uşaqların müxtəlif materiallardan, resurslardan istifadə edərək sərbəst bu materiallardan məqsəd yönlü nəsə düzəltməyi və özünün maraqlarına uyğun olan məsələlərin inkişafını göstərirdi. O, hətta bilirsiniz ki, ümumiyyətlə Maria Montessori özü həkim olubdu və
bir dəfə bir xəstəxanaya deməli təcrübəyə gedərkən orada bir uşağın çörəyin içindəki olan o yumşaq hissədən müxtəlif fiqurların düzəlməsini gördü və sonralar əslində bu məsələ həm də onun bir pedaqoq kimi təhsilə yönəlməsi və təhsildə öz yanaşmasını, öz nəzəriyyəsini tətbiq etməyə gətirib çıxardı. Mən istərdim, Pəri müəllimə, siz özünüz ümumiyyətlə oyunun inkişaf sahələrindən bağlı, uşaqların inkişaf sahəsindən bağlı olan məsələləri ilə bağlı fikirlərinizi bildirəsiniz. Çünki siz həm də praktiksiniz, yəni bağçada işləyirsiniz və uşaqlarla daha sıx təmasdasınız. İstərdim sizin də bir fikirlərinizi eşidək. Təşəkkür edirəm İlahi xanım. Oyun ümumiyyətlə məktəbə qədər yaşlı uşaqların təməl fəaliyyətidir. Yəni öyrənmək üçün, uşaqlara nəyisə öyrətmək üçün istifadə etdiyimiz başlıca yoldur, başlıca metoddur. Və oyun bütün öyrənmənin bütün sahələrini əhatə edir. Belə deyə bilərəm ki, oyun oynamaq uşağın ehtiyacıdır. Necə ki bizim günlük rutin həyatımızda iş fəaliyyətlərimiz olur, bu uşaqlarda oyundur. Və onlar oyun oynayaraq ətraf mühiti, ətrafda baş verən hadisələri kəşf edirlər, dərk etməyə başlayırlar. Bununla yanaşı oyun fiziki inkişafa, idrakin inkişafına, yaradıcı, estetik və ya sosial-emosional inkişafa müsbət şəkildə təsir göstərir və şəxsiyyətin formalaşmasında əsaslı yer tutur. Eyni zamanda oyun təxəyyülü inkişaf elətdirir, intellekti inkişaf elətdirir, emosional və sosial bacarıqları da formalaşdırır. Təşəkkür eləyirəm. Yəni biraz da belə toparlasaq dediklərimizi, deməli oyunun uşağın bayaq da sizin də mənim də dediyim kimi bütün inkişaf sahələri ilə birbaşa əlaqəsi var. Bu həm böyük motor bacarıqlarıdır, sensor kiçik motor bacarıqları olsun, sosial-emosional olsun və idrak bacarıqları olsun. Belə bir məsələ var ki, ümumiyyətlə bilirik ki, insanlar da müxtəlifdir, uşaqlar da müxtəlifdir və adətən deyirlər ki, diferensial yanaşma, yəni hər bir uşağın müxtəlif xüsusiyyətlərinə, maraqlarına uyğun olaraq yanaşılmalı və tədris prosesində pedaqoji deməli işçilər bunu nəzərə alaraqdan ona uyğun deməli istər oyun, istər tədris planları, yəni onların uşaqların müxtəlif xüsusiyyətlərinə uyğun bunu planlamalılar. Və mən istərdim bilim ki, sizcə oyun bu uşaqların həmin fərqli xüsusiyyətlərini, onların maraqlarını bilmək üçün nə qədər uyğun bir alətdir? Belə deyim, uşağın oyun fəaliyyəti zamanı öyrənmə prosesi o zaman baş verir ki, uşaq oyuna maraqlı yanaşsın, həmən oyundan zövq alsın və əylənsin. Bunun üçün də biz tərbiyəçi müəllimlər ya da valideyn və ya himayədar uşaqla oyun fəaliyyətini təşkil edirsə, əvvəlcə həmən uşağı tanımalıdır ki, uşaq nəyi sevir, nəyi sevmir, onu izləməlidir, görməlidir. Və uşağı tanımaq üçün ən başlıca yol da onu müşahidə etməkdir. İndi biz bilirik, bağçada müxtəlif fəaliyyətlər olur, bir sıra fəaliyyətlər olur. Məsələn, idman fəaliyyəti olur, yemək saatları olur, yatma saatı olur, məşğələ saatı olur. Bu proseslərdə uşaq, tərbiyəçi müəllimlər ya da işçi heyəti orada uşağı müşahidə etsə, oradakı prosesləri izləsə, uşaqların maraq və ehtiyaclarını artıq görə biləcək və buna uyğun prosesi idarə edə biləcək. Ümumiyyətlə, xüsusilə oyun prosesini tərbiyəçi müəllim izləyəndə artıq orada uşaqların ünsiyyət bacarığını, orada sosiallaşa bilmə bacarığını, sosiallaşarkən davranışlarını necə tənzimləməli olduğunu tərbiyəçi müəllim müşahidə vasitəsilə bariz şəkildə onu görür. Və ona uyğun uşaqların maraq və ehtiyaclarını artıq təyin edə bilir. Və bu maraq və yəni bir növ uşaq yönümlülük prinsipi ilə yanaşsa, maraqlı şəkildə oyunları təşkil edib uşaqları həmən oyuna təşviq edə bilər. Və bunun nəticəsində də uşağa da artıq onun potensialını gördüyü üçün, uşağa da həmən öz potensialına uyğun oyun fəaliyyəti təşkil olunduğu üçün uşağa da maraqlı olur. Artıq uşaq da özü istəyərək, zövq alaraq o oyunda oynayır və nə isə öyrənir. Və bu zaman isə, bu müşahidə zamanı isə düşünürəm ki, prosesin gedişatı önəmlidir. Yəni, nəticəsi deyil də prosesin öz gedişatını tərbiyəçi müəllim və ya oradakı işçi heyəti müşahidə etməlidir.
Çox doğru buyurursunuz. Amma burada belə bir sual yaranır ki, axı uşaqlar bilirsiniz ki, məsələn bir qrupda tutaq ki 20 uşaq var və burada müxtəlif maraqlar ola bilər, müxtəlif xüsusiyyətlər ola bilər. Bəs pedaqoji heyətin ustalığı nədən ibarətdir? Necə etsin ki, həmin o müxtəlifliyi belə deyək də bir oyun içərisində onu qarşılaya bilsin? Siz məsələn sizdə olubmu belə bir təcrübənizdə ki, məsələn müxtəlif 20 uşağın müxtəlif maraqları var, müxtəlif xüsusiyyətləri var. Necə olub ki, siz onların hamısını bir oyuna cəlb edə bilmisiniz? Əslində proses belə olur. Məsələn, komanda şəklində olurlar uşaqlar və adətən bir nüansı qeyd edim ki, məsələn, bir uşaq su istəyirsə, adətən digər uşaqlar da mən də istəyirəm, mən də istəyirəm. Yəni bir-birinə baxıb artıq fəaliyyətə cəlb olurlar. Yəni burada müəyyən bir komanda yaranır. Məsələn, əgər 20 uşağı mən izləyirəmsə, orada müxtəlif zövqlər olur. Bunu təyin edirik və ona uyğun, məsələn, sujetli rollu oyunları təşkil edirik. Hər uşağın hansı rol xoşuna gəlirsə, ona uyğun o rola yerləşdiririk. Və bununla yanaşı artıq orada bir komanda olduğu üçün uşaqlar bir-birinə baxıb əylənərək o fəaliyyətdə iştirak edirlər. Yəni bəzən olur, məsələn, əgər qrupda 20 uşaq varsa, bütün uşaqlar cəlb olmurlar. Zaten biz bilirik ki, qrup mühiti güşələrlə, fəaliyyət mərkəzləri ilə təmin olunmuş bir qrup olur. Məsələn, biz bəzən olur burada puzzle oyunu oynayırıq, digər uşaq gedir orada kitab oxuyur. Yəni bu fəaliyyətlər belə bölüşdürülür əslində. Yəni siz belə deyək, əgər belə sizin bir qrup uşaqla təşkil etdiyiniz və yaxud uşaqların özünün təşəbbüsü ilə təşkil olunan qrup oyunlarına ola bilər ki, bir-iki uşaq qoşulmursa, siz onu məcbur etmirsiniz ki, mütləq olaraq həmin oyuna gəlməlidir, düzdürmü? Aha, bəli. Yəni oyun məcburi fəaliyyət deyil ümumiyyətlə. Yəni uşaq əgər oyuna və ya hər hansı bir fəaliyyətə məcburi gətirilsə, orada nə öyrənmə prosesi baş verər, nə də uşağın diqqətini cəlb edə bilərik. Sadəcə məsələn bu fəaliyyətdə, bu oyunda uşaq oynamaq istəmir, kitab oxumaq istəyir, kitablara baxmaq istəyir, oradakı şəkillərə baxmaq istəyir. Növbəti etapda amma uşaqların ruh halı tez-tez dəyişir və növbəti etapda oyun oynamaq istəyir. Ya da məsələn tək özü ilə hər hansı bir resurslu oynamaq istəyir. Yəni bu proses dəyişir. Yəni mütləq deyil ki, biz əgər komanda şəklində orada oyun oynayırıqsa, bütün uşaqlar ora cəlb olunsunlar. Yəni belə baş vermir. Bir maraqlı məqamada toxundunuz, bu da mənim diqqətimi cəlb elədi, hansı ki, bu da düşünürəm ki, maraqlı məsələdir. Nəticənin deyil də prosesin qiymətləndirilməsi. Məsələn, biz çox vaxt görürük ki, daha çox nəticələr qiymətləndirilir. Buna görə bəzən olur uşaqlara hansı bir ulduz, günəş və s. kimi belə bir şeylər verilir və sanki ərsəyə gələn nəticə qiymətləndirilir. Amma burada məhz oyunun nəticəsi deyil, prosesin qiymətləndirilməsi, düşünürəm ki, bütün uşaqlar əlbəttə ki, buna doğru geri dönüş edərəkdən, yəni ki, tutaq ki, ola bilər ki, oyun prosesində uşaqlar hansısa bir boşluq yaranıbsa, bunu daha pozitiv dildə, pozitiv nitqlə deyərəkdən həmin uşaqları motivasiya edib, onun nəticəsi deyil, daha çox prosesi ilə fikir vermək məncə daha düzgün olar. Düzdürmü? Aha, bəli, bir nüansı qeyd edim bununla bağlı. Ümumiyyətlə 1-6 yaş arası uşaqlar bir fəaliyyəti qəsdən, qərəzli şəkildə etmirlər. Onlar bacardığını sərgiləyirlər. Əgər bir uşaq məsələn topu atırsa, onu düzgün ata bilmirsə, onu qəsdən etmir, bacardığını edir və ona görə bu prosesdə əslində biz köklənməliyik ki, onu ora əməyini sərf etməsinə. Məsələn, uşaq cəhd eləyir, topu atır yuxarı. Sadəcə onun kiçik motor bacarıqları inkişaf etmə mərhələsində olduğu üçün əlindən o gəlir. Ona görə də nəticəyə deyil də daha çox əməyə dəyər versək və desək ki, sən çox gözəl bacardın, əmək sərf etdin, gələn dəfə daha yaxşı olacaq. Yəni pozitiv şəkildə qiymətləndirsək və onun inkişafını izləsək, uşaq üçün daha yaxşı olacaq. Təşəkkür edirəm fikirlərinizə görə. O zaman dediklərimizi toparlasaq, oyun nədir ümumiyyətlə?
Deməli belə deyim, oyun əslində yəni hər yaş dönəmi üçün fərqli məna kəsb edir. Məsələn, yetkin yaşlı insanlar da oyun oynayırlar. Sadəcə onlar asudə vaxtlarını dəyərləndirmək üçün oynayırlar. Amma 1-6 yaşlı uşaqlar üçün oyun isə öyrənmə metodudur. Onlar yəni oyun oynayaraq öyrənirlər. Yəni oyunla onlar dünyanı kəşf edirlər, ətrafda baş verən hadisələri kəşf edirlər, əşyaları adlandırırlar, əşyaların məsələn qaşıqdan nə üçün istifadə etməli olduğumuzu oyun vasitəsilə öyrənirlər. Və bayaq qeyd etdiyim kimi məcburi fəaliyyət deyil, dəyişimə açıqdır. Yəni məsələn oyun prosesi olur, uşaq gedişata təsir göstərir, daha yaradıcı yanaşaraq oyuna özündən əlavələr edir. Yəni sabit bir şey deyil, məcburi fəaliyyət deyil, zövq alaraq öyrənirlər, əylənərək zövq alaraq öyrənirlər. Bir də bir nüansı qeyd edim, məşğələ zamanı bir çox məzmunu öyrətməyimiz üçün bir çox fəaliyyətlər olur. Bunların hamısı oyun deyil. Məsələn, nümunə çəkək ki, rəsm fəaliyyəti, uşaqlar rəsm çəkirlər ya da kağızdan nəsə düzəldirlər ya da yatma fəaliyyəti olur. Bunlar təsviri fəaliyyətin bir növüdür. Bunlar oyun deyil. Oyun isə özü başlı başında növləri olan, xüsusi qaydalar olan bir fəaliyyətdir. Tək düşünürəm ki, qaydalar yox, bəzən qaydasız oyunlar da olur. Yəni uşaqların belə deyək də gedişatda özlərinin təxəyyülünə, özlərinin istəklərinə, maraqlarına uyğun olan maraqlı oyunlar da düşünürəm ki, olur. Və bu məqamda istərdim biraz biz ümumiyyətlə oyun növləri və ümumiyyətlə hər yaş da bilirsiniz ki, bir oyun bütün yaşlara uyğun deyil də. Hər yaşın özünə uyğun bir oyunları olur ki, məsələn o dövrdə məhz uşağın bu inkişaf sahəsi daha çox inkişaf etdiyinə görə o oyunu olmalıdır, bu birisi yaşda bu olmalıdır. Ona görə istərdim bir bu məsələlərdən də bir danışaq ki, məsələn hansı oyunlardan misallar çəkə bilərsiniz və yaş xüsusiyyətlərinə uyğun olaraq hansı oyunların oynanması daha məqsədə uyğun ola bilər? Yəni belə deyim, oyunların müxtəlif növləri olur və hər oyun növü uşağa bir şəkildə təsir göstərir, müsbət şəkildə təsir göstərir. Məsələn, deyə bilərik hərəkətli oyunlar, bunlar böyük motor bacarıqlarının inkişafı üçün təsirli olur, fiziki inkişafa təsir göstərir. Bu oyunlara nümunə, məsələn, topla oyunlar ya da slaytda göründüyü kimi torbada qaçış oyunu misal ola bilər. Bu zaman uşaqların həm böyük motor bacarıqları inkişaf edir, həm koordinasiyası inkişaf edir, həm də bədəninin müvazinətini düzgün təyin edə bilmə bacarıqları formalaşır. Didaktik oyunlar əsasən idrakin inkişafına təsir göstərir və müxtəlif formatda ola bilər. Məsələn, sözlü oyunlar ola bilər, puzzle oyunlar ola bilər. Mən burada nümunə olaraq bu balaca toplar oyununu göstərmişəm. Baxın, burada rəngli toplardır və uşaq həmən o rəngli kartların üstünə uyğun rəngli topları yerləşdirməlidir. Bu zaman həm idraka müsbət təsir göstərir, həm də uşaq barmaqlarını istifadə etdiyi üçün, o barmaqları ilə o topları yerləşdirdiyi üçün kiçik motorik inkişaf da gedir. Var bir də sujetli rollu oyunlar. Sujetli rollu oyunlar daha çox ətrafda baş verən hadisələri, sosial bacarıqlarda, yəni sosial bacarıqların formalaşması ya da ətrafındakı rol modelləri öyrənməsi üçün yaxşı oyun növüdür. Məsələn, satıcı oyunu ola bilər. Bəzi uşaqlar satıcı olur, bəziləri alıcı olur. Orada özləri artıq bu oyunu oynayaraq özləri ətraf mühiti dərk etməyə başlayırlar. Əslində düzgün vurğuladınız ki, indi bu misallar üzərindən istərdim gedim. Məsələn, birinci oyunu hərəkətli oyun deyəndə düzdür dediniz ki, daha çox böyük motor bacarıqları, bədən, müvazinət və sair bacarıqlar formalaşır. Amma bir oyunun içində əslində bir neçə inteqrativ olan bilik bacarıqlar da formalaşır. Məsələn, bu oyunlarda, məsələn belə hərəkətli oyunu götürək də, burada əvvəla müəyyən yəqin ki, qaydalar qoyulur. Uşaqlar o qaydalara riayət etməyi öyrənir. İkinci olaraqdan diqqət öyrənilir. Məsələn, tutaq ki, start nə vaxt başlamalıdır, nə vaxt bitməlidir, nədən sonra nə gəlməlidir. Yəni, bu ardıcıllığı yadında saxlamalıdır. Onun diqqəti burada formalaşır, fokuslanması formalaşır. Didaktik oyunlarda, məsələn, misal çəkdiniz, elə şəklin üzərindən gedəcəm. Əslində, burada təkcə rənglər üzrə deməli, həmin o top
topların şəkillər üzərində qoyulması deyil. Burada bir neçə məsələ gedə bilər. Məsələn, uşaqlar saya bilərlər. Yəni burada artıq riyaziyyat işə düşür. Burada həndəsi fiqurlardan söhbət gedə bilər. Məsələn, dairədir, əgər kvadratdırsa kvadratdır, üçbucaqdırsa üçbucaqdır. Rənglər üzrə formalaşdırması yenə bu diqqət və s. Yəni burada bir neçə belə deyək, bilik və bacarıqların formalaşması gedəcək. Üçüncü, yenə mən şəkil üzərindən maraqlı yenə bir şəkil qoymusunuz marketdə və yaxud da bazarda. Əslində bu bir də süjetli oyunlar bir növ həm də uşaqların gələcəyə hazırlaşması, onların növbəti belə deyək, həyatlarında hara, necə getməyini biraz formalaşdıran bir məsələdir. Məsələn, bilirik ki, maliyyə savadlığı müasir dövr üçün ümumiyyətlə çox önəmli bir məsələdir. Ailə büdcəsinin idarə olunması, ümumiyyətlə büdcənin idarə olunması, pullardan istifadə və s. Və bu maliyyə savadlığı ilə əslində həm də bağça yaşlarına, yəni məktəbə qədər yaş dövründən formalaşmalıdır ki, uşaqlar anlasınlar ki, almaq, satmaq, pul dövriyyəsi və burada da yenə müxtəlif biliklər üzə çıxır. Məsələn, burada rəqəmdə tutaq ki, 5 manat verir, geriyə nə qədər qaytarır və yaxud yəni büdcəni necə idarə etmək olar? Məsələn, bir məhsulun dəyəri nədir? Yəni burada da həmin uşağın riyazi bilikləri üzə çıxır və yaxud digər süjetli oyunlar ola bilər. Məsələn, tutaq ki, həkim ola bilər ki, uşaqlar bəzən həkimə getməkdən çəkinirlər müəyyən səbəblərdən. Çox təəssüf ki, biz böyüklər də bəzən uşaqları həkimdən belə qorxuduruq. Və bu süjetli oyunlar oynayaraqdan onlar artıq həkimə belə diş həkimi olsun və yaxud digər pediatr həkimi olsun, yəni onun yanına çox rahatlıqla gələcəklər və heç bir qorxuları olmayacaq. Çünki artıq həmin o oyunu onlar belə deyək də bağçada simulyasiya eləyiblər. Və sualınızın ikinci hissəsi ilə bağlı fikrimi bildirmək istərdim. Yaş xüsusiyyətlərinə görə oyunlar. Ümumiyyətlə 1-6 yaş dönəmini iki kateqoriyaya böldüyümüzdə 1-3 yaş dövrü, 3-6 yaş dövrü olaraq deyə bilərik ki, 1-3 yaşlı uşaqlar əsasən duyğu və hərəkətlərə əsaslanan oyunlara maraq göstərirlər. Onların dil inkişafı hələ yeni başlayır, hələ yeni danışmağa öyrənirlər və əşyaları daha çox belə tanımaq, tutmaq, sıxmaq, dartmaq, atmaq, belə birləşdirmək kimi sadə hərəkətləri öyrənirlər. Və 1-3 yaşlı uşaqlar ətrafı tanımaq üçün hiss etməyə ehtiyac duyurlar. Bunun üçün onlara sensomotor oyunları, blok və kub tikmə oyunları, barmaq kuklaları ilə oyunlar, əşyaları uyğunlaşdırma oyunları təşkil edə bilərik. Yəni uşaqlar bu oyunları oynarkən həm əşyanın özünü tanıyırlar, həm onun formasını, ölçüsünü, necə olduğunu toxunaraq öyrənməyə çalışırlar. 3-6 yaş dövrü isə bu dövrdə daha çox uşaqlar artıq sosiallaşmağa başlayırlar. Dil bacarıqları və kasları daha yaxşı inkişaf edir, daha da təkmilləşmiş formada olur və bu yaş dönəmində uşaqlar komanda üzvü ola bilirlər. Və bu yaş dönəmi üçün rollu oyunlar, daha mürəkkəb formadakı rollu oyunlar, puzzle oyunları, qaydalı oyunlar, qaydalarla müxtəlif qaydalarla oyunlar və komanda oyunları təşkil etmək olar. Yəni yaş dövrünə uyğun olaraqdan tutaq ki 1-3 yaş dövrü üçün vurğuladınız ki, daha çox sensor bacarıqları inkişaf etdiyinə görə uşaqlar orada mütləq olaraq müxtəlif materiallara toxunmaq, yumşaq, bərk və yaxud su, baxın hətta su ilə, qumla oynamağın belə uşağa üçün çox faydası var və bu dövrdə həm də onların emosional bacarıqları üzə çıxır ki, bunun üçün də orada uyğun musiqinin və yaxud digər emosiyaların inkişafı ilə bağlı oyunların olması çox vacibdir və artıq 3 yaşından yuxarı isə daha çox kognitiv, nitq və digər bacarıqlar üçün artıq siz oyunları da burada göstərdiniz ki, burada bu oyunların oynanması daha uyğundur.
Təşəkkür eləyirəm. Biz deməli daha çox oyunun növləri, yaş xüsusiyyətləri ilə bağlı danışdıq, müzakirə etdik. İstərdim indi bir müzakirə eləyək ki, ümumiyyətlə oyunun təşkili, planlaması necə olmalıdır? Çünki bu bayaq da siz də vurğuladınız ki, bu xaotik olmur. Yəni bir məqsədsiz, sadəcə başı qatsın, nə bilim boş vaxtını doldursun kimi deyil. Bunun da bir planlaması, bir məqsədi olmalıdır və bunun üçün hansı faktorlar, nə önəmlidir sizə görə? Bu suala cavab verməmişdən əvvəl bir nüansı da qeyd etmək istərdim. 1-3 yaş dövrü üçün oyunları təşkil edərkən düşünürəm ki, orada tərbiyəçi, müəllim, valideyn və ya himayədar oyunu təşkil edərkən eyni zamanda uşaqla o oyunun prosesini nəql etsə, uşaqla söhbət etməyə başlasa, onun inkişafına daha yaxşı təsir göstərəcək. Həm də oxuyub anlama bacarığına müsbət şəkildə təsir göstərəcək. Artıq uşaq da onu təqlid edir və danışığa müsbət şəkildə təsir göstərir, nəql etmək. Məncə düşünürəm ki, bu önəmli faktordur oyunda 1-3 yaşlı uşaqlar üçün. Bu məqamda siz yaxşı vurğuladınız, bir məsələni də deyim. Çox təəssüf ki, bəzən böyüklər uşaqlarla bu mərhələdə, yəni oyun mərhələsində danışarkən sözləri çox aydın tələffüz etmirlər. Yəni siz oxuyub anlamaya da burada toxundunuz. Çünki uşaqların belə deyək də növbəti mərhələlərdə, yəni növbəti yaş dövrlərində onların sərbəst, düzgün danışması, dinləyib anlaması, çünki 3 yaşlı, 4 yaşlı uşaqlar daha çox dinləyirlər. Və növbəti illərdə ibtidai siniflər olsun, yuxarı siniflərdə oxuyub anlamasına təsir edən faktorlar məhz bu yaş dövründə formalaşır. Və biz böyüklər əgər sözləri çox aydın deməsək, yəni biz bəzən bilirsiniz necə olur ki, biz monitorinqlər vaxtı görürük və yaxud gedərkən görürük ki, böyüklər uşaqla elə bir ki, bilmirəm, o dırnaq arası deyəcəm, uşaq dili. Yəni belə bir dil yoxdur. Dil bir dənədir və yəni bu sudursa sudur, bu çörəkdirsə çörəkdir, bu gəzməkdirsə gəzməkdir, parkdırsa parkdır. Yəni bunu daha aydın, səlis və çünki bu dövrdə uşaqların fonetik bilikləri, yəni səslərin düzgün oturuşması prosesi gedir. Və biz nə qədər sözləri düzgün desək, həm uşağın söz ehtiyatının çoxalması, həm sözləri düzgün ifadə etməsi və sonra da cümlələrdə sözlərin düzgün olması və sonra da bu anlama proseslərinə təsir edən faktorlardır. Aha, bəli. Deməli, indi keçən növbəti sualınıza, mən düşünürəm ki, ümumiyyətlə bütün fəaliyyətləri təşkil edərkən onları planlaşdırmağımız bir növ bizim işimizi daha da asanlaşdırır. Eyni şəkildə oyunu planlaşdırarkən biz artıq oyunu nə üçün təşkil olunduğunu, onun məqsədini və oyunu təşkil edərkən oyunun sonunda uşağın nə öyrədəcəyini, oyunun uşağa nə qatacağını, yəni oyunun nəticəsini artıq bilmiş oluruq. Eyni zamanda oyunu planlaşdırarkən oyun gedişatında yarana biləcək təhlükələri artıq müəyyən mənada qismən nəzarət altında saxlaya bilirik. Sadəcə oyunu planlaşdırarkən düşünürəm ki, 3 meyara xüsusilə diqqət yetirmək lazımdır. Oyunun müddətinə, ilk olaraq oyunun müddəti haqqında fikrimi bildirim. Məsələn, 1 saat bir oyunu dayanıqsız şəkildə, fasiləsiz şəkildə təşkil etmək uşağın o oyunda öyrənməkdən çox sıxılmasına gətirib çıxaracaq. Uşaq o oyundan yorulacaq və o oyun onun üçün mənalı olmayacaq. Yəni, düşünürəm ki, 10-15 dəqiqə aralığında təşkil olunsa, oyun daha məhsuldar olar. Eyni zamanda oyunun yerini təyin edərkən daha təhlükəsiz uşaqları təhlükə yarada biləcək hər hansı bir vəsaitlərin olmaması, uşaqların həmin yerdə daha sərbəst hərəkət edə bilməsini təmin etməlidir. Eyni zamanda oyunun resurslarını təyin edərkən xüsusilə onun miqdarına diqqət yetirməliyik. Oyunda həddindən artıq oyuncağın olması uşağın diqqətinin dağılmasına gətirib çıxaracaq. Yəni, uşaq bilməyəcək ki, mən hansı oyuncaqla oynayım və tez həvəsdən düşəcək. Yəni, o oyuncağın, o resursun funksiyallığından istifadə edə bilməyəcək. Və resursları təyin edərkən düşünürəm ki, bayaq qeyd etdiyimiz kimi, yaş dönəmlərində diqqət yetirməyimiz lazımdır. Məsələn, 1-3 yaş aralığında uşaqlar daha çox sensomotor bacarıqlar inkişaf etdiyi üçün daha çox böyük, yumuşaq, ölçüsü, yəni onun formasını göstərən oyuncaqlar olsun. Amma 3-6 yaş dönəmində isə daha çox puzzle tipli, daha belə mürəkkəb resurslar seçilə bilər.
Təşəkkür edirəm. Növbəti məsələ maraqlı olan tərəf oyunların ümumiyyətlə tədrisdə tətbiqi məsələsini toxunmaq istəyərdik. Biz bilirik ki, gün rejimləri olur məktəbdə təhsil müəssisələrində və burada uşaqların yaş xüsusiyyətlərinə, yaş qruplarına uyğun olaraq məşğələlərin sayı və məşğələlər olur. Amma nəzərə alsaq ki, öyrənmə təkcə bu məşğələ vaxtı olmur. Düzdür, o məşğələlərin içərisində də oyunlar falan olur. Amma mən düşünürəm ki, bu deməli öyrənmə yalnız elə 15-20 dəqiqəlik, 10 dəqiqəlik yaş xüsusiyyətindən asılı olaraq məşğələlər vaxtı olmamalıdır. Bu səhərdən axşama qədər uşaqların öyrənmə prosesidir. Və mən istəyərdim siz necə bunu tətbiq edirsiniz bağçanızda? Və yaxud necə görürsünüz ümumiyyətlə oyunların tədrisə inteqrasiyasını, yəni onun tətbiqini? Əslində bayaq qeyd etmişdik ki, bağçada sadəcə məşğələ saatı olmur. Orada müxtəlif fəaliyyətlər, müxtəlif saatlar olur. Yemək saatları, yuxu saatları. Düşünürəm ki, hər bir fəaliyyətdə onu tətbiq edə bilərik. Mən öz fəaliyyətimdən nümunə çəkəcəm. Məsələn, yatma saatı olur. Uşaqlar adətən gətirirlər paltarlarını, yəni belə səliqəli qoymaq əvəzinə onu belə atırlar belə, loru dildə desək. Daha sonra oyananda öz paltarını tapa bilmirlər və biz başlayırıq paltarlarla gizlənpaç oynayırıq və çağırırıq. Məsələn, adı şərti deyirəm, əlinin koftası hardasan? Yəni belə bu şəkildə oyunu təşkil edərək başlayırıq o koftanı axtarmağa. Artıq orada proses biraz uşağa nisbətən maraqlı gəldiyi üçün və biraz işi çətinləşdirdiyi üçün növbəti gün artıq uşaq düşünür ki, mən dünən paltarım gizlənmişdi məndən, onu tapmağım çətin olmuşdu. Bugün elə bir yerə qoyum ki, elə səliqəli qoyum ki, onu oyananda daha tez tapım. Məsələn, belə yatma saatında yəni inteqrasiya etmək olar. Bununla yanaşı qrupumuzda fəaliyyət mərkəzləri olur və fəaliyyət mərkəzləri də oyunlar üçün istifadə edilə bilər. Nümunə çəkə bilərəm kitab güşəsindən, oxu güşəsindən. Məsələn, orada kitablar olur. Uşaqlar orada kitabxana oyununu oynaya bilərlər. Bir uşaq kitabxana əməkdaşı ola bilər və kitablar haqqında məlumat verə bilər və biz bilirik ki, kiçik yaşlı uşaqların kitabları şəkilli olur. Və məsələn, o şəkillərə baxaraq onu danışa bilər. Yəni, bu şəkildə oyunlar təşkil oluna bilər. Eyni zamanda məşğələnin iş üsulu oyunla qurula bilər və məşğələnin mərhələləri oyun əsaslı təşkil edilə bilər. Məsələn, motivasiya mərhələsi oyun formatında qurula bilər ya da dərk etmə, tətbiq etmə hissəsində oyunlardan istifadə edilə bilər. Və gəzinti zamanı da düşünürəm ki, oyundan geniş şəkildə istifadə etmək olar. Sadəcə mən burada bir nüansı qeyd etmək istəyərəm ki, gəzinti zamanı biz bilirik ki, gəzinti təbiətdə olur, təbiəti müşahidə edirik. Burada düşünürəm ki, resurs elə təbiətin özü olsa, uşaqlar üçün daha maraqlı olar. Məsələn, yarpaqdan, güldən hər hansı bir oyun təşkil edilə bilər. Ya da bağban oyununu oynaya bilərlər, gülləri sulaya bilərlər, ola qulluq edə bilərlər, yarpaqların rənglərini və s. öyrənə bilərlər. Bu şəkildə düşünürəm ki, Təşəkkür edirəm. Üzrlü sayın. Yəni düşünürəm ki, bu şəkildə bütün fəaliyyətlərə oyunu inteqrasiya etmək olar. Təşəkkür edirəm. Burada bir məqam üzərində istəyərdim biraz da dayanım. Bu fəaliyyət mərkəzləri. Biz bunu həm də güşələr adlandırırıq da. Bilirik ki, bağçada otağın ölçüsünə uyğun olaraq bir neçə güşə ola bilər. Amma daha çox ana güşələr var ki, bu güşə oxu güşəsidir, riyaziyyat güşəsidir, rollu oyunlar güşəsidir, incəsənət güşəsidir. Daha çox bunların üzərində qurulur. Artıq yer olarsa başqa güşələrə də yer vermək olar və bəzən bu güşələrdə uşaqların belə deyək də çox da məşğul olmadığını görürük və yaxud bəzən pedaqoji heyət düşünür ki, uşaqlar elə özü-özünə oynasın, mən də belə deyək də başqa bir işlərlə məşğul olum, yazı pozu işi və s. və s. Amma düşünürəm ki, bu güşələrdə uşaqlar oynayarsa hər kəs öz marağına uyğun olaraq, o zaman müəllimin burada rolu daha çox həmin o güşələrə yaxınlaşaraq uşaqlara müəyyən həm onları müşahidə etmək, həm də onlara bir
təlimat verə bilər və yaxud özü də hansısa bir müdaxilə eləyə bilər, yəni məsləhət eləyə bilər, nə bilim, uşaqların həmin o, yəni onların bir növ bir yön verə bilər deyə düşünürəm. Amma həm də ən yaxşı orada müşahidə formasıdır. Və mən çox istəyərdim ki, bizim tərbiyəçi müəllimlər bu güşələrdən aktiv şəkildə istifadə eləsinlər. Çünki bəzən onun fəlsəfəsi və konsepti itir. Çox təəssüf ki, sadəcə güşə olaraqdan qalır. Amma biz istəyərdik ki, orada həqiqətən uşaqlar hansı marağı varsa, incəsənətdirsə incəsənət güşəsində özü kəsəcək, yapışdıracaq, nəsə düzəldəcək. Oxu güşədirsə orada kitabları götürəcək. Bəzən biz deyirik, uşaq oxuya bilmir. Amma o kitabı özü əlinə alıb, özünün bir hekayəsini və nağılını yazır, sanki o şəkillərə baxa-baxa. Yəni bu da onun o bayaq dediyimiz oxuyub anlama, gələcəkdə olan oxuyub anlama bacarıqlarına təsir edən məsələdir. Bununla bağlı fikriniz varsa, yoxdursa biz növbəti məsələyə keçək. Deməli, yaxşı məsələdən başladıq ki, bu tərbiyəçi müəllim məsələsindən. Sizcə bu oyunlarda tərbiyəçi müəllimin rolu nədən ibarətdir? Necə iştirak eləməlidir ümumiyyətlə burada? Ümumiyyətlə biz deyək ki, bütün fəaliyyətləri təşkil edərkən, yəni tərbiyəçi müəllim ya da dayə, orada işləyən işçi heyəti bu proseslərdə iştirak edirlər. Amma oyunlarda düşünürəm ki, tərbiyəçi müəllimlər xüsusilə müşahidəçi rolunda olmalıdırlar. Yəni prosesi izləməlidirlər, uşaqların inkişafını izləməlidirlər. Daha sonra bələdçi olmalıdırlar. Yəni əgər orada nəsə bir prosesin yönləndirilməyə ehtiyacı varsa, onu yönləndirməlidirlər. Gedişatı müəyyən mənada uşaqların inkişafına yönəlik təşkil etməlidirlər. Və ya onlar uşaqlarla birgə oyun yoldaşı ola bilərlər. Məsələn, hər hansı bir oyun təşkil olunur, tərbiyəçinin özü də oyunda iştirak edir. Sadəcə burada bir nüans var ki, tərbiyəçi müəllim, işçi heyəti oyunda iştirak edərkən uşaqların xəyal dünyasına özləri daxil olmalıdırlar. Biz bilirik ki, 1-6 yaşlı uşaqların xəyal dünyası uçsuz-bucaqdır. Yəni uçsuz-bucaqsızdır. Yəni hər an hər bir şeyi xəyal edib onu təqdim edə bilirlər. Məsələn, bu zaman tərbiyəçi müəllim və ya dayə orada o xəyal dünyasına daxil olsa, orada özü də həyəcanlı və həvəsli davransa, uşaq düşünəcək ki, mənimlə oynamaq istəyir. Yəni ciddən mənim yanımda, yəni oynamaq xətrinə deyil də, oynamaq istədiyi üçün, o istəyini bildirdiyi üçün uşağa bu daha maraqlı gələcək və eyni zamanda uşağın özgüvəninə müsbət şəkildə təsir göstərəcək. Və bir nüans da olur ki, məsələn, oyun təşkil edirik, uşaq gedişatda özü yaradıcı yanaşır. Əslində, bayaq qeyd etmişdim bu barədə fikrimi. Yaradıcı yanaşır və prosesi özü idarə edir. Prosesi, ünsiyyəti özü idarə edir. Düşünürəm ki, bu zaman tərbiyəçi müəllimlər o prosesə müdaxilə etməməlidirlər. Qaydalı oyun belə olsa, uşaqlar özlərindən nəyisə yaradıcı yanaşaraq oyunu daha da təkmilləşdirər, daha da dəyişdirə bilərlər. Bu zaman həm sosial bacarıqları inkişaf edir, həm də prosesdə öz davranışlarını artıq özləri sərbəst şəkildə tənzimləyə bilirlər. Düzdür, çünki həm bu cür müdaxilələr uşaqların sonraki mərhələlərdə olan fantaziyalarını, təxəyyüllərini, onların sanki sərbəstliyini bir qədər öldürür də. Yəni uşaq düşünür ki, bu dəfə mənə icazə vermədilər, yəqin gələn dəfə də icazə verməyəcəklər. Mən ondansa bunu etməyim, deməyim. Yəni sanki onların müstəqil və yaradıcı, kreativ yanaşmalarını öldürmüş olurlar. Bu məqama da toxundunuz, təşəkkür eləyirəm. Və bizim növbəti məsələmiz bizim üçün də yenə hamı üçün aktual olan deyə düşünürəm, resurslardır. Bəzən düşünürük ki, bir oyun oynamaq üçün mütləq olaraq mağazadan alınmış, bahalı oyuncaq olmalıdır. Bəzən bu həm maddi baxımdan istər valideynlər üçün çətin olur və yaxud ola bilər ki, bağçada müəyyən bir oyuncaqlar var, daha başqa oyuncaq yoxdur, uşaq da artıq marağı ölübdür həmin oyuncağa dəfələrlə oynadığına görə. Necə düşünürsünüz? Bir oyun oynamaq üçün mağazadan alınmış oyuncağın mütləq bu oyuncaq olmalıdır. Yoxsa biz başqa resurslardan da istifadə edə bilər. Məsələn, mən girişdə Maria Montessori'dan misal çəkdim ki, məsələn, o xəstəxanada uşağın çörəyin içindən figurlar düzəltdiyini görmüşdüm. Yəni, uşaqlar üçün məncə bir kağız parçası belə, bir dənə kağız versəz, o uşaq o kağızla müxtəlif bir oyunlar fikirləşəcək. Çünki onun həqiqətən o təxəyyülü, fantaziyası o qədər hədsiz, hüdudsuzdur ki, o ondan
onlardan müxtəlif şeylər düzəldəcək. Və siz öz praktikanızda necə düşünürsünüz? Yəni bağçanızda həmişəmi bu oyuncaqlar olmalıdır, yoxsa başqa bir resurslardan da istifadə edib bu oyunları qurmaq olar? Belə deyim, ilk öncə oyuncaqlar haqqında qısa olaraq bu şəkildə fikrimi bildirim. Ümumiyyətlə oyuncaqlar uşaqların 5 duyğu orqanını stimullaşdırır, onların bacarıqlarını inkişaf elətdirir və xəyal güclərini təkmilləşdirir. Yəni bir növ əsas oyun vasitələridir. Və oyuncaqların rəngi, forması daha çox belə uşağın diqqətini cəlb etməlidir və zərərsiz olmalıdırlar. Yəni uşağın bir növ diqqətini çəkməlidirlər. Məncə oyuncaqları seçərkən əsas bu məqama diqqət yetirməlidirlər. Eyni şəkildə sizin dediyiniz kimi oyuncaqlar müxtəlif olur. Bir hazır mağazada satılan oyuncaqlar, bir də bizim istənilən vasitə ilə, istənilən əşya ilə düzəldə biləcəyimiz oyuncaqlar olur. İlk öncə hazır mağazada satılan oyuncaqlar haqqında qısa fikrimi bildirim. Baxın, burada slaytda gördüyünüz kimi bir sıra hazır oyuncaqlar var. Buradan birini nümunə çəkim. Bu halqa piramidasıdır. Burada oyunun əsas məqsədi odur ki, forma ölçüsünə uyğun uşaq bu halqaları bu piramidaya yerləşdirməlidir. Məsələn, bu oyunu oynayır, uşaq bəzən bu halqalardan başqa oyun üçün istifadə edir. Məsələn, o halqanın birini götürür, maşın sürür, rol əvəzi istifadə edir. Ya da o halqalardan ev düzəldir. Ya da buradakı yumşaq ayıdan, o oyuncaq ayıdan özü məsələn həkim rolunda olur, ayını müayinə edir. Yəni bu şəkildə özü uşaq xəyal dünyasına nəzərən funksionallaşdırır oyuncağı. Və düşünürəm ki, çox oyuncağın alınmasına ehtiyac yoxdur. Sadəcə uşağın istifadə edə biləcəyi, ona yararlı ola biləcək, öyrənməyə təsir göstərə biləcək oyuncaqların olması kifayət edir. Və oyuncaq alarkən düşünürəm ki, çox funksiyalı oyuncaq alınsa daha yaxşı olur. Eyni zamanda bizim istənilən əşyalardan düzəldə biləcəyimiz oyuncaqlar olur. Baxın, burada sağ tərəfdə mən bunları dərzilərdən götürmüşəm. İplərin sarıldığı kiçik piramidalardır. Bunları biz konstruktor oyunlarında istifadə edirik. Yəni uşaqlar bunu konstruktorlar kimi rahat şəkildə istifadə edirlər. Buna gah mağaza düzəldirlər, gah ev düzəldirlər. Bəzən onu götürürlər, belə tərsinə çevirib meyvə çiçəkləri qoyurlar, deyirlər ki, bu dondurmadır. Bəzən onun rənglərini adlandırırlar. Yəni bu sadəcə əslində istifadə olunmayan bir əşyadır, amma uşaqlar müxtəlif formada bunu dəyərləndirərək oynaya bilirlər. Eyni zamanda təcrübəmdə bir nüans da var idi, onu qeyd etmək istəyirəm. Uşaqların əlində heç nə olmasa öz paltarından ipini götürüb o iplə müxtəlif fiqurlar, müxtəlif formada oynayırlar, düzəldirlər. Məsələn, mən onu görüb daha sonra belə qalın ipləri aparıb ondan müxtəlif fiqurlar düzəltmişdi. Yəni uşaqların öz xəyal dünyası mənə belə bir vəsait kimi istifadəmə yararlı olmuşdu. Məsələn, bu şəkildə uşaqlar əslində əşyaları dəyərləndirə bilirlər. Eyni zamanda bizim evdə istifadə etdiyimiz qidalar olur, makaron, mərci ya da undan məsələn uşaqlar müxtəlif formada oynaya bilirlər. Düşünürəm ki, bu kimi resurslarda oyuncaq kimi təqdim oluna bilər və uşaqların öyrənməsinə müsbət şəkildə təsir göstərə bilər. Biz evdə də yəqin ki, biz buradan həm də belə deyək, böyük valideynləri də maarifləndirmək məncə biz borcumuzdur. Məsələn, bunu bir çox, yenə deyirəm, pedaqoq, psixoloqlar həmişə vurğulayırlar ki, valideynlər uşaqların ilk müəllimləridir. Yəni, valideyn uşaqla ilk illərdə evdə olur da, birdən-birə yəni bağçaya qoymur və yaxud və s. Yəni ilk müəllimi olaraqdan uşaqların bayaq sadaladığımız, bayaqdan vurğuladığımız inkişaf sahələri olsun, müşahidə olsun, müşahidə edərkən müxtəlif ola bilər ki, bu qeyriləmələr olur və bunların vaxtında müdaxiləsi üçün və bu müdaxilələr sözsüz ki, yenə də evdə oyun vaxtı da üzə çıxa bilər. Bəs valideynlərin evdə oyunlaması üçün yenə biz gəlirik həmin resurslar məsələsinə də. Siz bağçada olan resurslarla danışdınız, amma evdə oynaması üçün, yenə deyirəm, bu ola bilər ki, maddi baxımdan imkan yoxdur ki, hər dəfə gedib oyuncaq almağa. Bəs evdə bu oyunları necə qurmaq olar? Məsələn, gün ərzində nə qədər təxminən, düzdür, bunun belə bir nə deyirlər, həlli bir düsturu yoxdur, belə deyək. Amma yenə də nə qədər olmalıdır, necə, nədən istifadə eləsin, necə eləsin? Çünki biz bəzən
eşidirik ki, valideynlər vaxtı olmamasından şikayət eləyirlər də ki, onlar ev işləri görürlər və digər işlər, ona görə onların uşaqla məşğul olmağa, uşaqla oynamağa, belə deyək, vaxtı olmur. Sizin bununla bağlı fikirləriniz nədir? Ümumiyyətlə, uşağın valideyni ilə zaman keçirməsi onun şəxsiyyətinə birbaşa təsir göstərir. Yəni, müsbət şəkildə təsir göstərir. Uşaq valideyni ilə zaman keçirəndə onun özgüvəni, duyğuları düzgün şəkildə formalaşır. Mən düşünürəm ki, valideyn özü ev işi görərkən o işə uşaqları da cəlb edə bilər. Məsələn, burada slaydda görürsünüz, ana yemək bişirir. Uşaqlar da yanında ona kömək olurlar. Məsələn, burada belə adicə masanın üstündə olan bu vəsaitləri deyə, vasitələri saya bilərlər, adlandıra bilərlər. Məsələn, burada aşpaz ola bilərlər ya da nahar yeməyi olur. Məsələn, qaşığın aparılması və s. qabın masaya gətirilməsi üçün valideyni kömək göstərə bilər. Bir növ köməkçi olaraq valideyni ilə vaxt keçirə bilərlər. Eyni zamanda burada artıq onu təşkil edə bilərlər. Mətbəxdə məsələn qaşıqla müəyyən bir ritmdə tuta bilərlər. Bu belə uşaqlarla zaman keçirməyə bir vasitədir və bu belə oyun olaraq qəbul oluna bilər. Yəni sizin qeyd etdiyiniz kimi valideyn uşağın ilk müəllimidir. Və düşünürəm ki, bu tərbiyəçi müəllimlər və valideynlər də bu prosesdə ümumiyyətlə əməkdaş rolunda çıxış etməlidirlər. Yəni əməkdaş olmalıdırlar. Mən bəzən olur həftədə bir dəfə, 2 həftədən bir ev tapşırıqları verirəm ki, uşaqlara məsələn valideyni ilə birgə hər hansı bir oyuncaq düzəldirlər. Sonra gətirirlər, biz o oyunu oynayırıq, sonra onu fəaliyyət mərkəzimizə yerləşdiririk. Bu belə məsələn uşaqların zaman keçirməsinə müsbət təsir göstərir. Yəni əməkdaşlıq da orada olsa daha faydalı olar deyə düşünürəm. Tamamilə doğrudur. Bu evdə olan valideynlərin uşaqlarla oynaması məsələsində bir-iki dənə münasibəti mən də bildirim. Yəni siz də vurğuladığınız kimi, bəli, valideynlərin evdə işləri olur, ev işləri olur və sanki bunu bitirim, sonra da yorğun və s. məsələlər olur. Amma düşünürük ki, həqiqətən də Pəri müəllimənin də dediyi məsələ və yaxud ola bilər ki, bir misal da mən çəkim. Məsələn, paltarları paltar yuyan maşına qoymaq lazımdır və o yuyulsun. Və bu zamanda bunu da əslində oyuna çevirmək olar. Məsələn, yuyulacaq paltarları götürüb birini siz, birini uşaq belə yumrulayaraq sanki həm sayırsınız, yəni maşının içinə ataraq, həm bu emosiyadır, sanki belə top oynayırsınız kimi. Yəni uşaqlar burada həm emosional inkişaf eləyir, həm sayır, həm siz ondan o belə deyək, əməyi işini birlikdə eləyirsiniz də, bölürsünüz sanki. Yəni o da sizə bu işdə, bu əmək prosesində kömək eləyir. Həm ünsiyyət saxlayırsınız, həm bunu mahnı ilə də eləmək olar ki, yəni bu proses daha maraqlı və daha cəlb edici bir şey olsun ki, növbəti dəfə uşaq bəlkə elə özü gətirib həmin o paltar yuyan maşına paltarları qoyur. Yəni özü artıq sərbəst edəcək bunu. Və əməkdaşlığa toxundunuz. Bu da çox vacibdir ki, mütləq olaraq tərbiyəçi müəllimlər, valideynlərlə birlikdə bu uşaqların inkişafına, oyunların necə təşkil olunması, gün ərzində heç olmasa qısa müddətdə olsa ev işlərini belə oyuna çevirərəkdən etməsini tövsiyə etməlidirlər və birlikdə olaraqdan uşaqların daha düzgün, daha pozitiv, sevgi dolu mühitdə böyüməsinə deməli kömək etməlidirlər. Çünki biz çox işlədirik bu sözü ki, uşaqlar bizim gələcəyimizdir və s. Bəli, bizim indi uşaqlara qoyduğumuz investisiya, sərmayə əslində gələcəyimizə doğru qoyulan bir sərmayədir və investisiyadır. Pəri müəllim, mən təşəkkür eləməsim. Əgər başqa sözünüz yoxdursa, o oyunlarla bağlı, mən təşəkkür eləyirəm. Düşünürəm ki, burada oyunlarla bağlı maraqlı bir fikir bölgüsü etdik. Həm siz öz praktik təcrübənizdən bu misalları çəkdiniz ki, bu mümkündür. Resurslardan danışdıq. Müəllim və valideynlərin oyunlardan rolundan danışdıq. Oyunun ümumiyyətlə uşaqlar üçün bir iş olması, ciddi bir öyrənmə olması və bu prosesdə komanda işi, ünsiyyət, problem həlli, səbəb nəticə tapmaq, hansı ki bu bacarıqlar uşaqların növbəti
mərhələlərində, yəni artıq məktəbdə, formal təhsildə daha müsbət təsir göstərir. Ona görə də bu dövrdə biz böyüklərin, valideynlərin, pedaqoqların bu dövrdə bu işlərə daha çox diqqət yetirməsi vacibdir və zəruridir. Təşəkkür eləyirəm bugünkü bu məsələlərdən danışdığınıza görə. Mən də öz növbəmdə təşəkkür edirəm. Mənim üçün çox maraqlı webinar oldu, maraqlı müzakirələr etdik. Düşünürəm ki, izləyicilərimiz üçün də maraqlı oldu, onlara faydamız toxundu. Və bir nüansı da qeyd edim ki, tərbiyəçi müəllimlərə dəstək məqsədi ilə təşkil olunmuş webinarlar silsiləsinin sonuncu webinarı idi. Webinarları izləyən izləyicilərə, rəylərdə bizi tək qoymayan, rəy bildirən, fikrini bildirən bütün izləyicilərə təşəkkürümü bildirirəm. Eyni zamanda webinarların təşkil olunmasında əməyi olan həmkarlarıma da xüsusi şəkildə təşəkkürümü bildirirəm.